ARB-dəki proqram dediniz, elə bizim kanaldakı səhər proqramı. Orada niyə efirdə Aynur Dadaşovadan borcunu istədiniz? Borcunuzu, daha doğrusu bilmirəm, bu borc var idi sizə ya yox idi? Ruslan Səfəroğlu mənə dedi ki, mən o həsrətimlə sevişirəm gecələr mahnısını bəstələyib verəcəm, bir xalq artistimiz var ona. Və mən də onun oxumasını istəyirdim də, mənim də bir addımlarıma sərmayə qoymaq istədim. Amma dedi, bu mahnını 2000 dollara aranjman eləyəcəm. O da 1600 manat eləyirdi, yadındadırsa. Bəli. Hə, o vaxtı. Bəs bu pulu ver, mən aranjman eləyim, aranjmanlı dinləsin, bəlkə oxudu da, yəni oxuyacaq. Mən işi qurmuşam. Mən də düşünürdüm ki, mənim mahnımı indidən belə adam oxusa, o birlər də istəyəcək. Mən də o tərəfdən düşünürdüm. Mahnı 5 il qaldı, 6 il qaldı. Bir gün dedi ki, mahnını verdim Aynur Dadaşovaya 1500 manat. Dedi, də verəcək pulunu, narahat olma, verəcək pulunu. Və mən o sualı bilərək verdim. Çünki mənə deyirdilər ki, Aynur pulu vermir. Mən qəsdən sual verdim ki, görüm Aynur pulu vermir, yoxsa Aynur verib, məndən danırlar. Borcum var, bəs mahnımı oxumusan, pul gəlmir. Başa düşmürəm, siz bəstəkara vermirsiniz, bəstəkardan tələb etməlisiniz. Bəs bəstəkar da deyir, Aynur verməyib də, bəs efirdə deyirəm, dalınca danışmıram ki, efirdə deyirəm, hamı eşitsin də. Mən də efirdə deyirəm ki, siz düz danışmırsınız. Orada da məlum oldu ki, Aynur yığdı oğlanı ki, mən sənə pul vermişəm.